iştirakçıları. Bugün Filologiya və Humanitar Fənlər Kafedrasının təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş elmi bədii tədbirimizə xoş gəlmişsiniz. Dəyərli vaxtınızı ayırıb iştirak etdiyinizə görə hər birinizə dərin minnətdarlığımızı bildiririk. İndi isə tədbirimizi Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edirik. Memarlığı olan şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edir. Allah rəhmət eyləsin. Üzeyir Hacıbəyli yaradıcılığı şərq və qərb musiqi üslublarını birləşdirən, Azərbaycan xalq musiqisi elementlərini Avropa klassik ənənələrinə uyğunlaşdıran geniş və çox şaxəli bir sənətdir. Əsrlərin səsini öz notlarına köçürən dili musiqiyə, musiqini isə xalq ruhuna çevirən Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına həsr olunan video çarxı sizlərə təqdim edirik. Azərbaycan Türkiyə. Bu, dahi Üzeyir Hacıbəylinin özü haqqında sözləridir. Qatı istiqlalçı, həyatına olan bütün təhlükələrə rəğmən ömrünün sonuna dək ruhən azadlıq və müstəqillik tərəfdarı olub. Atası Əbdülhüseyn bəy, xan qızı Xurşudbanu Nativanın mirzəsi və onun Ağcabədidəki təsərrüfatının başçısı olub. Anası Şirinbəyim xanım, Qarabağda məşhur Əlverdi Bəyova nəslindəndir. Ailədə 3 qardaş, 2 bacı olublar. Üzeyir bəy ilk təhsilini Şuşada alıb, mədrəsədə oxuyub. Sonra 2 illik Rus-Tatar məktəbində təhsil alıb. 5 il Qori seminariyasında oxuyub. 6 dildə sərbəst yazıb oxuyubdu. Bakının Bibelibə neft qəsəbəsində kasıb neftçi uşaqlarına dərs deyirdi. Azərbaycanlı şagirdlərinə normal dərs keçmək üçün riyaziyyat dərsliyini və kiçik Rusca-Tatarca lüğəti tərtib edib. Bütün şərqin ilk peşəkar musiqi müəllifi olub. 1908-ci ildə onun bəstələdiyi Leyli və Məcnun operası Şərq və Avropa musiqi ənənələrinin mükəmməl sintezinin bəhrəsidir.
Bundan sonra biri-birinin ardınca daha bir neçə opera və musiqili komediya, o cümlədən Arşın Malalanı yaradır. Peşəkar jurnalist olub, təqib və təzyiqlərə məruz qalmamaq üçün məqalələrini filankəs təxəllüsü ilə yazıb. Davamlı olaraq müxtəlif qəzetlərdə müxbir və redaktor olub. 20-ci əsrin əvvəllərində maarifçilik hərəkatının ən böyük nümayəndələrindəndir. Əlibəy Hüseynzadə, Əhməd Ağoğlu, Əlmərdan bəy Topçubaşov kimi şəxsiyyətlərlə sıx münasibətlər olub. 1917-ci ildə Azərbaycanın milli marşını, Azərbaycan Cumhuriyyətinin himninin musiqisini yazıb. Son 100 ildə Azərbaycanda mövcud olan iki respublikanın himnlərinin musiqisi məhz Üzeyir Hacıbəyliyə məxsusdur. 1918-ci il mart soyqırımları zamanı Bakıda Üzeyir bəy, Əlmərdan bəy Topçubaşovla birlikdə qırğınların qarşısını almaq üçün danışıqlarda iştirak edib. Bakı xalq əmsarları hakimiyyəti zəbt edəndən sonra bir müddət İranda yaşayır. 1918-ci ilin oktyabrında Bakıya qayıdır. Qardaşı Ceyhun Hacıbəyli, Azərbaycan qəzetinin redaktoru, Üzeyir bəy isə parlament müxbiri idi. Azərbaycan dilinin tətbiq olunmasının qəti tərəfdarı olub. Deyib ki, parlamentdə Rusça danışılmaz, Rusça tərcümə olunur. Milli Musiqi Məktəbinin əsasını qoyub. Peşəkar kadrların hazırlanmasında rol misilsizdir. 1937-ci ildə Koroğlu operasını tamamlayıb. Stalin Üzeyir bəyin əsərlərini, xüsusilə Arşın Malalan operettasını çox sevirdi. 1938-ci ildə Moskvada keçirilən Azərbaycanın İncəsənət 10 günlüyü zamanı Stalinin təkidi ilə Koroğlu operası bir neçə dəfə oynanılır. Elə orada Stalin Üzeyir bəyə müraciət edir. Mənim eşitdiyimə görə sizin qardaşınız Fransadadır. Onunla məktublaşırsınızmı? Üzeyir bəy cavab verir. Xeyr. Stalin deyir ki, məktublaşın və lazımdırsa onu vətənə dəvət edin. Repressiya illərində ermənilər onun barəsində saysız-hesabsız danoslar yazaraq Üzeyir bəyin cümhuriyyətçi olması, İrana getməsi, qardaşının Fransada yaşaması, ziyalı uşaqlarının xora qəbul edilməsi ittihamlarını irəli sürürdülər. Bu məsələ ayrıca iclasa çıxarılır. Üzeyir bəy həbs etdirmək cəhdilərinin iflasa uğradığını görən erməni müstəntiqlər onun Ali Sovetə deputatlığa namizədliyinin geri qaytarılmasını tələb edirlər. Lakin Üzeyir Hacıbəylini Stalin müdafiə edir. Üzeyir Hacıbəyli 1948-ci ildə 63 yaşında vəfat edib. Biz Azərbaycan türkləri zor ilə də olsa, güc ilə də əsarət zəncirini təkrar boynumuza salmaq istəməyəcəyik. Dahi Üzeyir Hacıbəyli, bizim böyük Azərbaycanlı. İzlədiyiniz üçün təşəkkür edirik. Dahi bəstəkarın həyatını və yaradıcılığını əks etdirən bu videoçar bizə bir daha xatırlatdı ki, bizim mədəniyyətimizin gücü həm sözümüzdədir, həm də səsimizdədir. İndi isə çıxış üçün söz verilir. Onlar Yurdu Universitetinin Təlim və Tədrisin Təşkili Şüurları üzrə prorektor, dosent Qabil Qafarov. Buyurun Qabil bəy. Hörmətli professor, müəllim heyəti, əziz tələbələr, mən hazırlıqlı deyildim çıxış eləmək üçün, amma mən hesab edirəm ki, mövzu elə bir mövzudur və kollektiv, o qədər doğma kollektivdir ki, burada istənilən qədər fikir yürütmək olar ki, tembolik söhbət dahi Üzeyir bəydən gedir. O şəxsiyyətdən gedir ki, Azərbaycan musiqi mədəniyyətinin yaranmasında xüsusi rolu alan və tanınmaz rolu olan ilklərdəndir Üzeyir Hacıbəyli. Və elə burada qeyd olundu bəzi məsələlər. Sovet dövründə Üzeyir Hacıbəyov deyirdilər. Daha sonra onun köhnə arxivləri araşdırılandan sonra məlum oldu ki, Üzeyir Hacıbəyov deyil, Üzeyir Hacıbəyli. Hələ o vaxtdan adam
belə deyim də, soyadını dəyişdirmişdi və köklü Azərbaycanlı soyadına çevirmişdi. Üzeyir bəyin Azərbaycan musiqisində, Azərbaycan musiqi mədəniyyətinin formalaşmasında rolu o qədər böyük olub ki, bu tək özü ilə kifayətlənməyibdir və bugünkü musiqi ənənəmizin, musiqi belə deyim, duyğumuzun, hissimizin formalaşmasında hələ də o dahi şəxsiyyətin biz belə deyim, notlar üzərində köklənmişik və istər Azərbaycanın himninin, musiqisinin yazılması eyni zamanda burada qeyd olundu. Əslində səsləndirilən musiqi adı bizdə gedir Koroğlu Uverturası və bu bir növ Azərbaycan xalqının milli oyanışı üçün səsləndirilən bir musiqidir və mənim yaşımda və məndən daha yaşlı olan insanlar bu musiqini bəncə hardan xatırlayırlar? Azadlıq radiosu həmişə başlayanda bu musiqi ilə başlayırdı, Koroğlu Uverturası ilə başlayırdı və bu elə ilk belə deyim, milli kimliyin, milli özünü dərkin oyanışının musiqisidir və o radionun o vaxt Azərbaycançılıq əleyhinə olan fikirlərini, müxalif fikirlərini mən qoyuram bir kənara, amma o radiodan bizə Mirzə Xəzər var idi o vaxt və onun verilişi məhz Koroğlu Uverturasından başlayırdı və bu bir növ o yaşlı olan insanların ruhunda hələ də milli kimliyin oyanışının musiqisi kimi səslənir. Şəxsən mənim yadımda belə qalıbdır. Bu haqda indi daha geniş, yəqin ki, bizim tələbə həmkarlarımız və daha sonraki çıxışçılar daha geniş məlumat verəcəklər. Mən tədbirin özünə münasibətdə belə bir fikir bildirmək istəyirəm. Öncə onu deyim ki, cənab rektorla danışdım və o sadəcə olaraq salonlarda çatdırmağını istədi və iş grafikindən uyğunlaşmadı. Amma belə bir tədbirin təşkil olunmasında, xüsusən də Filologiya Kafedrasının əməkdaşlarının, dekanlığın və Xatirə xanımın rolunu müddət vurğulamağımı istədi. Bu ixtisas hər birinizlə, başda kafedra rəhbəri Rüstəm müəllim olmaqla, Nuridə xanım olmaqla, bizim əməkdaşlar olmaq, hər birinizlə ayrı-ayrılıqda bu mövzuda dəfələrlə söhbət eləmişik. Bu kafedra, bu universitetin əsas kafedralarından, özəl kafedralarından biridir və mən bir neçə dəfə ən sonuncu siz xanımlarla da eyni şeyi danışdım və bunu bir daha vurğulamaq istəyirəm. Yeganə ixtisasdır ki, tələbəsi vurğunudur, vurğunu olmalıdır. Çünki poeziya, şeir, yaradıcılıqla bağlı olan Azərbaycan Odlar Yurdu Universitetində yeganə ixtisasdır və bu ixtisasın əsasını təşkil edə bilər və edir də, daha da çox etməlidir. Tələbə-müəllim ünsiyyətində olan belə deyim, xoş aura. Bunu mən başqa bir fikirlə ifadə edə bilərəm. Keçən dəfə mən o fikri dedim, burada Rüstəm müəllim deyir, sonra mən başqa yoldaşlara da o fikirləri dedim. Bəzi bizim şairlərimiz var, yazıçılarımız var, hansı ki biz onların vurğunlarıyıq. Tutaq ki, mən bunu həmişə demişəm, heç kim mənim yanımda Nəriman Həsənzadə barədə pis söz deyə bilməz. Mən ən azından bir insan olaraq ona qarşı ciddi mübarizə aparıram, çünki mən onun vurğunuyam. Və yaxud da ki, Nəbi Xəzri olsun və hələ mən könülləri demirəm, tutaq ki, keçən dəfə tələbələr gəlmişdilər, deyib, gedirsən bu günü saxla yadında, yaddaşın mən verən dərsi pozmasın. Sən elə alış ki, sənin odunda ötəri qonaqlar qoy qızışmasın. Bu da sonuncu gün, sonuncu vida, bu da ayrılığın sonuncu günü. Görürdüm bu günü, səninlə görüşün birinci günü. Bu Nüsrət Kəsəməlinin misrasıdır. İnsan olaraq, şəxsiyyət olaraq mən tanımıram və mediada da ziddiyyətli məlumatlar var. Amma onun şeirinin vurğunu yox. O tələbə deyə dair bir şeiri var idi, məndə isə biri vardı, biri yox. Yəni biz hər birimiz, əksəriyyətimiz rayon uşağı olmuşuq, kənddən gəlmişik və həmişə 3 razmer böyük kostyum geyinmişik ki, növbəti illərdə də geyinərsən. Yəni, amma onu ən gözəl ifadə edən Nüsrət Kəsəməlinin o şeirləridir. Və belə çox sayılan edilərəm, həddən artıq çox sayılan edilərəm. Mən şeir, poeziya vurğunu deyiləm və dastan, tutaq ki, Allah rəhmət eləsin, Zəlmxan Yaqub kimi saatlarla şeir deyə bilmərəm və yaxud da ki, Filologiya Kafedralarının əməkdaşları kimi saatlarla şeir, qəzəl söyləyə bilmərəm, amma mən hesab edirəm ki, tutaq ki, Bəxtiyar Vahibzadənin
həyat yaşamaqdır, yanasan gərək, şam yanmırsa yaşamır demək, onun yaşaması yanmasındadır. Lakin bu beyt gedir, elə deyil. Bu beyt mənə görə tom-tom kitablara deyər. Yəni, bu nə demək istəyirəm? Mənim o insanlara olan vurğunluğum. Və mən hesab edirəm ki, bu kafedranın müəllimləri ilə tələbələri arasında ünsiyyət, bax, böyle vurğunluq bağları üzərində olmalıdır. Və çünki bütün insanlığımızı, xüsusən də Azərbaycan mentalını poeziya bağlayır. Biz həmişə, dünən bizim yanımıza bir tələbə gəlmişdi filologiyadan, adı Qaratel idi. Buradadır, bilməm, Qaratel. 4-cü kurs tələbəsi idi, magistriyyə buradadır Qaratel. Bax, Qaratel 9 nəfər olmalıydınız, 6-nız gəlmişsiniz bu arada, 5-iniz gəldiniz, 4-ünüz hələ gəlməlisiniz. Qaratelə deyirəm ki, adından bəllidir, regionunuz haradır, təqribən regionunu dedi və bildim zaten o regionda. Deyirəm ki, sizin ailəniz 100% bir şeirə, aşıq sənətinə bağlıdır. O da deyir ki, mənim ailədə də bir böyüklərimizin adı, Ələş qızım, böyüklərimizin adı. Yəni, demək istədiyim nədir? Bizim milləti haradan baxsan, regionuna uyğun elə musiqi tonu vermək olar, regionuna uyğun elə şeir demək olar ki, yəni o regiondan istəsə də istəməsə də ayağa durmaq işləyərlər. Bu bizim xalqın poeziya, sənətə, şeirə, yazarlığa bağlılığından irəli gəlir. Ona görə də mən hesab edirəm ki, biz daha da iç-içə olmalıyıq və nəinki bu filologiya fakültəsi kafedrasının və tələbələrinin eyni zamanda bütün universitetin tələbələrini bir sevgi bağı, sevgi yolu olmalıdır. Və bu təşəbbüsü alqışlayıram, təşəkkür edirəm xüsusən də bizim öndə oturan müəllim həmkarlarımıza. Onlar kafedrada təşəkkür edirik, digər həmkarlar ki, dəstək veriblər, dekanlıq dəstək veribdir, Xatirə xanım böyük dəstək veribdir və tələbələr də çox sağ olun ki, biraz öncə senarisindən tanış olduğum burada səhnəcilər olacaq, onu sevə-sevə baxacağıq, izləyəcəyik. Bu yolda sizə uğurlar arzulayıram. Bu arada filologiya ilə bağlı hamımız eyni fikirdəyik ki, bu ixtisas biraz dövlət təhsil standartında yarımçıqdır. Yəni, filologiya ilə filologiya müəllimi arasında cəmi 3-4 pedaqoji fən var və bunlar sizi, bu 4-3 fən sizi müəllimlik yolundan ayırmamalıdır. Mən bunu bir təhsil işçisi olaraq və təhsil tənqidçisi olaraq deyirəm. Yəni, bu yol sizə ayırmamalıdır və burada bir ədalətsizlik var. Tək bu sizə qarşı deyil, fizika var, fizika müəllimi var, riyaziyyat var, riyaziyyat. Yəni, bu belə olmamalıdır. Yəni, 4 ildə sizin aldığınız təhsil, mənimsədiyiniz bilik, bacarıq, müəllimliklə müqayisədə cəmi 3-4 fən fərqi var. Ona görə sizin daha yaxşı çıxış yolunuz magistraturya sənət verməyinizdir. Özü də görürsünüz ki, biz daimi yeni müəllimlər götürürük və daha çox üstünlük veririk ki, bu müəllimlər bizim öz məzunlarımız olsun. Sizin, belə deyim, magistratura yolunuz sizin həm ali təhsil müəssisəsində, həm orta ixtisas təhsil müəssisəsində əmək bazarı formatında iş tapmağınız üçün çox yaxşı bir yoldur. Mən vaxtınızı çox almaq istəmirəm. Sizin hamınıza uğurlar arzulayıram. Tədbirin işinə də bir daha uğurlar. Təşəkkür edirəm. Dəyərli fikirlərinizə görə təşəkkür edirik Qabil müəllim. İndi isə çıxış üçün söz verilir Filologiya və Humanitar Fənlər Kafedrasının müdiri Professor Rüstəm Kamala. Buyurun. Çox hörmətli Qabil müəllim, əziz Əli müəllim və universitetimizin rəhbərliyi, tələbələr və müəllimlər. Çox təşəkkür edirəm Qabil müəllim və bizim kafedramıza qarşısında qoyduğu tələbləri biz də çalışırıq, yəni yerinə yetirməyə çalışacağıq və xoş sözləri görə də təşəkkürümü bildirirəm. Bugün Dahi Üzeyir bəyin işığına yürüşmüşük. Düzdür, bu bizim dilimizdə çox işlənən metaforadır da, yəni sözün işığında, Üzeyir bəyin işığında, Füzulinin işığında, yəni bu işıq sözü ən çox işlənən metaforalardan biridir ki, və bu da Üzeyir bəyə daha çox yaraşır. Üzeyir bəy doğrudan da bu millətin işığıdır, nurudur. Və Üzeyir bəy bəlkə də 20-ci əsrin az-az böyük dühalarından biridir ki,
sən onun haqqında təriflər söyləyəndə fikirləşirsən ki, o təriflər azdır. Təriflər azdır. Azərbaycanda intibah tarixini yazanda adətən 12-ci əsrdən başlayırlar. İndi Firdun müəllim, mənim əziz dostum, böyük alim Firdun Qurbansoy da buradadır. Azərbaycan ədəbiyyatşünaslığında intibah dövrünü 12-ci əsrə salırlar. Düzdür, böyük alimimiz akademik Nizami Cəfərov milli intibahı 18-ci əsrə Vaqiflə başlayıb. Əsaslandırır Şuşanın salınması, Şuşanın tikilməsi, Vaqifin milli poeziyası və s. onunla əsaslandırır və o millilik ruhunun güclənməsi və Azərbaycanın intibahı adlanır. Təbii ki, mən 12-ci əsri bilirsiniz ki, intibah, renesans deyirlər də, intibahını Gürcülər, ermənilər salmışlar, Nusubidzi Gürcülər və onlar Şota Rustavi ilə intibahı başlamışlar və biz də məzur olduq Nizami deyək ki, bizdə də Nizami Gəncəvi var və intibahdır. Ancaq mən həmişə düşünmüşəm ki, Azərbaycan millətinin intibah dövrü 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlləridir. 20-ci əsrdir, 20-ci illərə qədər olan bir qüdrətli bir toplu gəlir. Qüdrətli bir Azərbaycan, bilirsiniz, intibah həm də milli elitanın yetişməsidir. İlk dəfədir ki, 1000 illik tarixinə əgər aid etsək, Azərbaycanın xalqının milli elitası yaranır. Yəni, o milli elitanı təşkil edən insanlar həm də milli dövləti qururlar. Milli ədəbiyyatı yaradırlar. Milli musiqimizi yaradırlar. Yəni, milləti var edən, millətin coğrafiyasını cızırlar. Yəni, dövlətli yaradırlar, coğrafiyasını yaradırlar. Yəni, onun varlığını təsdiq edən o kişilər, o böyük kişilər ki, hamısının adının böyründə bəy sözü də işlənir. Əli Mərdan bəy, Topçubaşov, Həsən bəy Zəttabi, Nəsib bəy, Yusuf bəyli və s. Yəni, sadalaya bilərik. Hamısı bu millətin elitasıdır. Düzdür, millət ona qaymaq sözü işlədir, deyir millətin qaymağı. Millətin qaymağı, yəni elita sözünün sinonimi kimi bizim dildə qaymaq sözü işlədilir və bu qaymaqlardan biri də Üzeyir bəydir. Mən çox danışmaq istəyərdim, çünki Üzeyir bəydir, ancaq çıxışlar olduğuna görə mən geniş danışmaq istəmirəm. Ancaq bir neçə dənə öz fikrimi Üzeyir bəylə tezisimi işlətmək istəyirəm. Əvvələ, dizmə, millətin profesional musiqisini yaratmaq, dövləti yaratmaq qədər çətindir. Yəni, onun bəstəkarları olmalıdır, onun nəzəri musiqisi, milli musiqisi, xalq musiqisi belə deyək, kitablaşmalıdır, notlaşmalıdır, yazıya alınmalıdır və s. Yəni, böyük bir zəhmətdir, nədir ki, millətin ən böyük yaradıcılığı axtarılan biri dövlət qurmaqdır. Yaradıcı axtarılan biri də musiqidir, mən elə fikirləşirəm. Və ikisində də bu yaradıcılıq axtarının ikisində də Üzeyir bəy iştirak edir, öndə gedir. Və bu, böyük Rus alimi Baxtinin bir məşhur termini var, deyir, böyük zamanın içində yaranan ədəbiyyat, bir də var kiçik zamanın. 20-ci əsrin əvvəlləri böyük zamanı idi. Və o böyük zamanın içində də hamısı böyük idi. Aktyorlar da böyükdür, baxın da, Şərif Zadədir, Hüseyin Ərəbdinskidir və s. Aktyorlar da böyükdür. Dramaturglar böyükdür, yazıçılar böyük, dövləti quranlar böyük. Yəni, bu böyük zamanın içində yaranırlar bunlar. Və incə mən Firdun müəllimə deydim, Əli müəllimə söhbətdə ki, qədim bir Çin traktatı oxumuşdum Rus dilində, Çin dilində təbii ki, mən bilmirəm. Orada yazırdı ki, bir dənə fikir xoşuma gəldi ki, deyir ki, sular bulanıq olanda çısbağalar xırda olur. Zamanə qarışıq olanda musiqi cır olur. Xalq da, dövlət də, musiqi də, böyük insanlar da, bax, o havadan nəm çəkir. Havadan çəkir və böyük olur. Üzeyir bəy, video chartda da deyildi,
Müsəlman şərqində və Qafqazda ilk milli operanın banisidir. Bu, qürur duyduğumuz yerdir. İndi gəlin, mən o tezisi işlətmək istəyirəm, ədəbiyyatşünas kimi. Baxın, bu faciə, bu Böyük Füzulinin məsnəvisidir ki, onu gətirir, musiqi dilinə keçirir. Əgər bu səhnəyə çıxardır, əgər bir poetik mətn, indiki dillə desək də, uşaqlara biz onu poema kimi deyirik, ancaq Füzuli poema terminini bilmirdi da, yəni o anlayışdan uzaq adamdır. Ancaq məsnəvi formasında yazılıb və ilk məsnəvilərdən də biridir, qoy deyim da, ana dilimizdə türkçənin məsnəvilərindən, yəni o xəmsə modelində olan ilk məsnəvilərdən biridir. Və o səhnəyə çıxırsa, orada xor varsa, orada orkestr var, orada mənsiyələr var, orada muğam parçaları var, musiqinin ovqata uyğunluqdan musiqi var. O bilisim nəyi xatırladı? Antik teatrda faciənin, Sofoklun, Eskilin faciələrinin ortaya çıxmasıdır. Müəllim, 20-ci əsrin əvvəlində ki, faciə, Aristotel deyirdi ki, faciə janrının əsas prinsipi katarsisdir, yəni saflaşmadır, təmizlənmədir. Və ilk dəfə olaraq Üzeyir bəyin Leyli Məcnununa gedən adamlar o nakam sevginin kədərinlə və o ilahim, ecazkar musiqi ilə çıxanda saflaşmış kimi çıxırlar. O vaxtda çox xatirələr var. Yəni, insanlar dəyişirdi. Yəni, antik tragediyanın ilk dəfə Azərbaycanda bu qoydu və onda yeri gəlmişəm bir ədəbiyyatşünas kimi yenə də deyim, bəlkə də qəribədir, mən ideyada verirəm, bəlkə də qəribədir ki, məhz həmən dövrdə Azərbaycanın ən möhtəşəm faciələri yazılır ədəbiyyatda da. Yəni, Nadir Şahdır, hamısı həmən dövrdə, yəni, o zamanın kəsimindədir. Yəni, sonra kəsilir, daha dağlı komediya və komediyxanaya qədər gəlib çıxmışdır. Şükür Allah'a. Yəni, o komediyana gəlib komediya. Halbuq millət saflaşmalıdır və təmizlənməlidir və dövlətə yəni, bağlı olmalıdır. Üzeyir bəy iki kəlmədə yanlışlığından deyim. Uşaqlar, Üzeyir bəy bizdə absurd teatrın, absurdizmin banilərindən biridir. Bu, Azərbaycan ədəbiyyatında əgər 3 nəfər son dərəcə ağıllı, son dərəcə müdrik demirəm, son dərəcə ağıllı, böyük kişilər olubsa, onun bir Üzeyir bəydir. Yəni, onda qəribə zamanənin, hadisələrin, situasiyaların absurdluğunu hiss eləmək var idi. Biri Mirzə Cəlil idi. Yəni, ona görə də bir də Üzeyir bəy idi. Yəni, son dərəcə o replikalardan, o komediyalardan zaten da görmək olur ki, nədir? Mən bircə dənə də son deməm, Üzeyir bəyin başına ermənilərin gətirdiyi hadisələrin xronologiyası Azərbaycan xalqının başına gətirilənlərlə eynidir. Yəni, Üzeyir bəyin yazası olsa, mən bir dəfə oxudum, mən dəhşətə gəldim, axırda da 47-ci ildə ya da 48-ci ildə müəllim bilir, yəni xəstələnir, o erməni həkimi çağırırlar, o erməni həkim də düzgün diagnoz qoymur, yəni qəsdən eləyir, bilmirəm və kişini Peyğəmbər yaşında, 63 yaşında, çox qəribədir, 63 yaşında dünyasını dəyişir. Mən nə də bilərəm? Mən fikirləşirəm ki, bu milləti sevməyin, sevginin, millət sevgisinin bir yolu da Üzeyir bəyi sevməkdir. Üzeyir bəyi təbliğ eləməkdir, Üzeyir bəylə yaşamaqdır. Çünki bizim qürur simvollarımızdan biri bu milləti və sonuncu qürur simvollarından biri ki, hansı ki, Şuşanın alınmasıdır, onun vətəninin alınmasıdır. Və Üzeyir bəy və Şuşa, bu çox geniş mövzudur, mən onu toxunmaq istəmədim burada. Yəni, Şuşa ilə Üzeyir bəyin yetişməsinin arasındakı o üzvü vəhdəti. Nə deyirəm? Düha sözü hər adama şamil olmaz, ancaq bu böyük kişiyə düha sözü yaraşır. Eşq olsun böyük dahimizə. Var olsun.
Həsən müəllim. İndi isə söz verilir tədbirimizin dəyərli qonağı, Azərbaycan Milli Konservatoriyasının kafedra müdürü, filologiya üzrə fəlsəfə doktoru, dosent Firuddin Qurbansoylu. Bismillahirrahmanirrahim və bihi nəstəyin. Üzeyir bəyin adı olan yerdə əlbəttə ki, ruhu təmiz adamlar topaqlaşar. Mən onları görürüm. Üzeyir bəy kimdir? Sualı verirlərsə, hələ bir cür cavab verər. Xalqımızın mədəniyyətini təhqir eləmək istəyənlər Üzeyir bəy dünyadan köçəndən sonra belə bir formula çıxartdılar. Üzeyir Hacıbəyli Azərbaycan musiqisinin banisidir. Bu cümlədən belə məna çıxır ki, Üzeyir Hacıbəyliyə qədər Azərbaycan musiqisi olmuyor. Və biz də uzun illər çox təəssüf olsun ki, kitablarda oxuyuruq bu cümləni. Və nəhayət biz buna etiraz elədik, təzə bir formula çıxartdılar. Üzeyir Hacıbəyli Azərbaycan profesional musiqisinin banisidir. Belə çıxır ki, Üzeyir Hacıbəyliyə qədər Azərbaycanda profesional musiqi olmuyor. Nə muğamlarımız, nə aşıq sənəti, nə rəqslərimiz profesional deyil. Bu əlbəttə belə deyil. Amma necədir Üzeyir Hacıbəyli bəs kimdir? Üzeyir Hacıbəyli Azərbaycan demək, Avropa yönlü Azərbaycan musiqisinin banisidir. Avropa yönlü. Üzeyir Hacıbəyliyə qədər nə opera, nə operetta, nə fantaziya, Avropa musiqisinin heç bir janrı olmayıb. Üzeyir Hacıbəyli bunu yaradıb, özü də Azərbaycan musiqisinin əsasında. Burada çarxda da elə bir səhv fikir getdi, Azərbaycan musiqi məktəbini yaradır. Deyil, Azərbaycan musiqi məktəbi Farabidən üzü bəri var idi. Və bu əsasda da inkişaf edirdi. İnkişaf edir, muğamlarımızı, bilirsiniz ki, muğamlarımız ən qədim zamanlardan Zərdüş əleyhissalamın 8000 il əvvəldən üzü bəri gələn bir sərvət idi. Və bunun müəyyən əsrlərdə bəstəkarları olub. Hələ 20-ci əsrin əvvəllərində İstanbulda 12 yeni muğam bəstələri, muğam dəstgahı bəstələri. Azərbaycanda da həmçinin. Amma çox təəssüf olsun ki, əbcəd notoqrafiyasını bilməyən, ancaq bunu şifahi şəkildə öyrədən müəlliflərin ucbatından bu sənət itib. Üzeyir Hacıbəyli kimdir sualına cavab versə, Üzeyir Hacıbəyli son dərəcə böyük şəxsiyyətdir. Azərbaycan xalqının tarixinə yazılmış, nə yaxşı ki, belə bir kişi olub. Üzeyir Hacıbəyli heç bir ali məktəb bitirməyib. Konservatoriyada da oxumayıb. Sadəcə olaraq Moskva konservatoriyasına gelib imtahan verib, kəsilib. Ona deyiblər ki, sən burada harmoniyanı öyrən, bir də piano çalmağı öyrən. O bəstəkarlığa imtahan vermişdi və bəstəkarlığa imtahan verməklə çox böyük qabiliyyət istəyirdi. Təbii ki, o vaxtı Üzeyir Hacıbəyli pianoda ifa edə bilmirdi. Özünün məktubları var, götürün oxuyun. Müslüm Maqamayevə 6 məktub yazıb. Onların içində bunları hamısını qeyd edik. Yoldaşı ilə gelmişdi, Moskvada 2 il qalıb, növbəti ildə yenə də daxil ola bilməyib, xülasə ondan sonra vəziyyət qarışıb, qayıdıb gəlib. Üzeyir Hacıbəyli son dərəcə böyük jurnalistdir. Onun qələmi həddindən artıq iti idi. Siyasi hadisələri elə gülməli şəkildə 2-3 cümlə ilə insanlara izah edirdi ki, onun feletonları, xırda feletonlarını oxuyanda oradan-buradan xüsusən imzası ilə olan feletonları adam məhtəl qalır, həm gülürdü, həm də ki o vəziyyət, siyasi vəziyyət adamın gözünün qabağında canlanırdı. Üzeyir Hacıbəyli 13 yaşında olanda atasından asılı olmamaq üçün, yəni ata bilirsiniz ki, evladına pul verir ki, xərcləsin. Özü yeni bir üsul kəşf elədi və götürdü məzəli əhvalatlar adında toplum bir dəftərlərə bunları qeyd elədi və satdı. 15 köpək. Üstündə də yazılmışdı. Məzəli
əhvalatlar qiyməti 15 köpük. Və bundan çox, özü xətti də elə qəşəng xəttidir, şagird xətti və bunu satdı, müəyyən qədər maliyyə əldə elədi. İndi soruşa bilərik ki, 15 köpük ilə nə qədər böyük sərvət əldə eləmək olar. Ancaq 15 köpüyün o vaxt alıcılıq qabiliyyəti çox yüksək idi. Amma Üzeyir Hacıbəyli də o imkanını göstərə bildi ki, bu ağıllı adamdır. Heç nədən bir sərvət qazanmanın yolunu bilə bilər. Qardaşlar Bakıya gələndə, üç qardaşı, üçü də o vaxt Bakıya gəldi. Birinci Dünya Müharibəsi ərəfəsində biraz ondan əvvəl. Burada vəziyyət də gərgin idi. 1905-ci ildən sonra Bakıda vəziyyət çox qarışmışdı. O vaxtı Üzeyir bəy baxdı ki, Qarabağın ən adlı sanlı xanəndələri çayxanalarda 5 köpüyə dəstgah otururlar. Gətirib 5 köpüyü qoyurlar xanəndələrin qabağına ki, mənə şuşur dəstgah oturur. O neyləsin? Oxuyurdu. 3 köpüyü özünü götürürdü, bir köpüyünü verirdi tarçalanla, kamança çalanla. Elə günün axırında, məsələn, bunların fərz edir ki, 20 köpüyü olanda xoşbəxt olurlar. Üzeyir Hacıbəyli bunları çağırdı və onlara dedi ki, İstəyirsiniz ki, ya hər gün heç olmasa 1 manat və ondan da artıq qazancınız olsun. Əlbəttə istəyirik. Əlbəttə istəyirik. Onda gəlin belə bir şeydir. Yeni bir cəmiyyət quraq. Deməli, o vaxtı belə bir cəmiyyət qurdular. Hacıbəyli qardaşları Firuz K. yuxarıda dərəcə. Onun təsdiqi alındı və bu cəmiyyət fəaliyyət göstərdi. Həmin o xanəndələri çayxanalardan yığdı, səhnəyə çıxartdı. Nağıyevin teatrını, o teatr deyildi, evində böyük bir, belə bir zal vardı. Bilet çap elədilər, mərəmnamə çap elədilər, orada tarix qoymadılar, tarixi əlinə yazırdılar ki, Nağıyevin teatrında filankəsin konserti olacaq, filankəslərlə anturajlardır. Bir neçə adam, yəni bir adamın konsertidir, amma bir 7-8 adam da çıxış edəcək. Cəmaat bu tədbirlərə məmnuniyyətlə gəldi. Müəyyən qədər məbləğ əldə olundu və bu məbləğ də əlbəttə ki, sənətkarlar arasında paylandı ki, onlar acından ölməsinlər. Normal adam kimi yaşasınlar. Üzeyir Hacıbəyli çox uzaq görən adam idi. Ona görə əvvəla hələ bunu götürün ki, heç nədən bir şey yarada bilirdi. O vaxtda Azərbaycan musiqisini belə deyək ki, ətrafda yayılmağı da qəribə bir iş idi və Üzeyir Hacıbəylinin Leyla və Məcnun çox təəssüf olsun ki, Leyli yazırlar, indiyəcən də Leyli. Ərəb dilində Leyli yazılır, amma Leyla oxunur. Biz onu səhvən Leyli yazırıq. Türkiyədə də Leyla yazılır. Məhəmməd Füzuliyə çox böyük rəğbəti vardı Üzeyir Hacıbəylinin. Əgər fikir versəz, Arşın Havalanda da aryaların çox Füzulinin qəzəllərinin bazasındadır. Bir də Fars ədəbiyyatının nəhəngi Hafiz Şiraziyanın böyük məhəbbəti vardı. Məşruba götürüb şam yandıranda deməli, bir beyt deyil Hafiz Şirazidən və nəhayət Koroğlu operasında da Fars qızının nəğməsi adında hissədə Hafizin qəzəlini oxuyur. Uzaq görən, eyni zamanda böyük təhsilli, baxmayaraq ki, adi təhsil almayıb bu kişi, akademik oldu. İlk seçilən akademiklərdən oldu və layiqli akademik oldu. Üzeyir Hacıbəylinin həyatını biz göz önündən keçiriləndə qısa bir ömürdə bu boydan nəhəng işlərin görməyini heç təsəvvür eləyə bilmirik ki, bir insan necə belə əsərlər yarada bilər. Həm musiqi elmi ilə məşğul oldu, həm də onun praktikası ilə, təcrübəsi ilə məşğul oldu. Eyni zamanda tələbələr yetişdirdi. Azərbaycan Konservatoriyasının rektoru oldu. Necə nəhəng insandır. Bayaq mənim dostum, qardaşım Rüstəm müəllim çox gözəl təhlil verdi. Düz o, biraz mübahisəli yerlərimiz olacaq inşallah, indi yeridir. Ancaq orada həqiqətdə də qısa bir zaman ərzində yetişən nəhənglər vardı, fikrin dedik. Bilirsiniz, zaman tələb edir dahilərin yetişməsini. Dahilər zamanı təyin edəmirlər. Zaman elə zamandır ki, mənə bu faktura lazımdır, onu mənə verə bilirsə, yüksək səviyyədə verə bilirsə, əlbəttə ki, o dahilər cərgəsindədir.
Yoxsa keyfiyyətsiz yazırsa, o mövzuya qayıdırlar. Sabirin yazdıqlarına qayıtmaq mümkün deyil. Çünki Sabir nida işarəsi qoyur, hər misrasından sonra. Ondan sonra misra demək mümkün deyil. Ya Cəlil Məmmədquluzadənin əsərlərini, ya Cəfər Cabbarlının əsərlərini. Biz oxuyanda görürük ki, bu kişilər nəhəng insanlardır və mövzunu da son dərəcə dəqiqliklə və gözəllə işləyiblər, onları qayıtmağa ehtiyac yoxdur. Amma bilirsiniz ki, alayarımçıl yazan adamların mövzularına dəfələrlə qayıdırlar, yenə o da yüksək səviyyədə olur. Mən sizin çox vaxtınızı almaq istəmirəm, hərçənd bir xeyli vaxtınızı almaq. Vaxt, zaman ömürdür. Mən televiziyada çəkilişə getməliydim. Saat 1'deydi. Amma burada söz vermişdim, gəlməliydim. Ona görə mən sizdən bir sizə nə olacaq? Çok sağ olun. Teşekkür edirik. Hörmətli qonaqlar, indi izləyəcəyimiz səhnələr Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətinə bəxş etdiyi unudulmaz incilərdən biridir. Gəlin, böyük bəstəkarın satirik istedadı ilə yazılmış O Olmasın, O Olsun musiqili komediyasını tələbələrimizin ifasında izləyək.
Deyəsən məndən qorxdular. Ziyan yox, arvad işindən qorxsa ya. Xanım, sizin də saçınız yapmaram. Yəqin siz də mənim kimi həna qoyursunuz, hə? Xeyr, həna qoymuram. Mənim başım hənalanmayıb ki. Qoca bir ki həna qoysun. Xeyr, xanım, siz məni yanlış anlayın. Öləndiyinizlə, mənim rəhmətli anam deyərdi ki, hənanı vaxtı keçəndə başım ağrıyır. Adətdəndir ki, mən də vaxtında hənanı qoyuram. Yoxsa həna qoydum, qoymadım, mənim saqqalım şəhvət kimi qapqaradır. Bax, sen, nahal yerə hənana su satsın, heç hənanın yeri deyil. Qəlbə yerdəyəm, bir gözəl bu yanında, bir gözəl bu yanında. Şair də gözəl deyil. Hüsnü bağında gəzərsən, gülü sümbüldərəsən, sən kimi bir gözəli bağın içində görəsən. Baxasan gül yanağına, olasan bəsti kumar. Baxasan gül yanağına, olasan bəsti kumar. Deyəsən bir belə işlər olamaz sən öləsən. Qoca taxta sənə o beş yaş olan qız nə gərək? Bəs qoçursan ki gərək, axırda başa tərək. Sənə 100 yaşlı duvar var, yaraşar ay deyənək. Sənə 100 yaşlı duvar var, yaraşar ay deyənək. Üzünü ipdə görərsən, yalamaz sən öləsən. Görürəm ki, mənə sən çox yetirirsən gözünü. Qorxuram ki, sən axırda itirərsən özünü. İstəyirsən bir sözünlə, deyərəm lap düzünü. İstəyirsən bir sözünlə, deyərəm lap düzünü. Sən kimiydin, qoca yaxın, yaramaz sən öləsən. Sən kimiydin, qoca yazıq, yaramaz sən öləsən. Əmi, sağ ol, daha biz getdik. Oğlum, baş getdim. Şeytan deyir ki, bunların ikisindən birdən alacaq.
səhnəci üçün tələbələrimizə təşəkkürümüzü bildiririk. İndi isə çıxış üçün söz verilir Filologiya və Humanitar Fənlər Kafedrasının müəllimi Fidan Əlizadəyə. Buyurun Fidan. Hər birinizi salamlayıram. Hörmətli Qabi müəllim, dəyərli professor müəllim heyəti və əziz tələbələr. Üzeyir Hacıbəyovun 140 illiyinə həsr etdiyimiz Milli Sözün Simfoniyası adlı elmi bədii tədbirə zamanınızı ayırıb iştirak etdiyiniz üçün sizə dərin minnətdarlığımı bildirirəm. İlk öncə qeyd etmək istəyərdim ki, Üzeyir Hacıbəyliyə həsr olunan bu elmi bədii tədbirdə çıxış etmək mənim üçün çox böyük qürurdur. Biz bugün təkcə bir bəstəkarı deyil, Azərbaycan dilinin və musiqi yaddaşını yaratmış bir dahini yad edirik. Uzun illərdir ki, mənim elmi tədqiqat sahəm dil və musiqinin kognitiv və fonetik
sintezi məsələlərinə həsr olunmuşdur. İstər beynəlxalq, istər yerli konferanslarda Üzeyir Hacıbəylinin mahnı və muğamlarının struktur semantik xüsusiyyətləri ilə bağlı müxtəlif tədqiqat yazılarım çap olunmuşdur. Qeyd edək ki, mənim araşdırmalarımda dil və musiqi qarşılıqlı şəkildə bir-biri ilə əlaqədədir. Belə ki, bu zaman biz artıq buna kognitiv, yəni dərk olunması cəhətdən yanaşırıq və musiqi hisslərin təcəssümüdürsə səsdə, dil isə bunun düşüncənin sözlə ifadə olunmasıdır. Və bunların hər ikisinin paralel şəkildə sintezi mənəvi harmoniya yaradır. Bu mənəvi harmoniya ən bariz nümunəsini biz Üzeyir Hacıbəylinin yaradıcılığında görürük. Üzeyir Hacıbəyli musiqi nümunələri yaradarkən təkcə notlarla deyil, intonasiyadan istifadə edirdi və bu intonasiya xalq dilinin intonasiyası idi və dilin ümumi xalq nəfəsini, xalq dilini musiqi elementlərinə əlavə edirdi, musiqi nömrələrinə əlavə edirdi. Üzeyir Hacıbəylinin nəzəri baxışlarına nəzər salsaq, musiqinin intonasiyasını o, milli mənəvi dəyərlərimizin daşıyıcısı kimi təqdim etmişdi. Və o, fonesemantik strukturdan istifadə edirdi. Fonesemantik struktur nə idi? Belə ki, onun Azərbaycan xalq mahnılarının əsasları adlı kitabında qeyd olunur ki, musiqinin ümumi strukturu dilin fonetik quruluşunun təbiəti ilə əlaqələndirilir. Və bu təbiət musiqidəki tetraford, kvarta və kvint edilən icraçılar musiqi nömrələrinin sekvensiyaya işlədilməsi məsələsi idi və o bunu ustalıqla istifadə edərək fonesemantik məna çalarlılığını verir və bunu ilk dəfə Üzeyir Hacıbəyli etmişdi. O dil və musiqidəki bu fonesemantik strukturu yüksək qiymətləndirərək əsas məsələ olaraq xalq danışıq dilinin vurğusunu, tembrini və intonasiyasını götürürdü. Hansı ki, bu vurğu və tembri istifadə edərək deyirdi ki, xalq danışıq dili nə qədər sadədirsə, musiqi dili də o qədər sadə olmalıdır, xalq musiqisi də o qədər sadə olmalıdır və qərb musiqisində görünən o major-minor məsələlərini o Azərbaycan muğamlarının elementlərini, çalarlığını əlavə edərək lad və məqam intonasiyasından istifadə edirdi. Üzeyir Hacıbəyli qeyd edək ki, bu fonokonsept anlayışını dedik ki, ilk dəfə edib. Ancaq bu ümumi fonokonsept anlayışına diqqətlə baxdıqda mənanın musiqi çalarlığı üzrə daşımaq mənasını ifadə edir və bu Avropada qeyd olunsa da, ancaq Üzeyir Hacıbəyli yaradıcılığında daha mükəmməl şəkildə muğamların struktur elementləri ilə zənginləşdirilmişdir. Hörmətli dinləyicilər, əgər dil bir insanın ağlıdırsa, musiqi onun qəlbidir. Ağıl və dilin, qəlbin paralel şəkildə sintezi həm düşüncədə, həm hisslərimizdə özünü göstərir və bu bizim milli kimliyimizin, mənəviyyatımızın və estetik təfəkkürümüzə müsbət təsir göstərir. Və bu yalnız və yalnız Azərbaycan musiqisində Üzeyir Hacıbəylinin yaradıcılığı ilə biz buna nail olmuşuq. Həm milli kimliyimizin, həm mənəviyyatımızın formalaşması Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Çox təşəkkür edirəm. Təşəkkür edirik Seda müəllim. İndi isə öz dəyərli fikirlərini bizimlə bölüşmək üçün söz verilir. Humanitar Təhsil və Dillər Fakültəsinin dekanı, eyni zamanda Filologiya və Humanitar Fənlər Kafedrasının müəllimi, dosent Nuridən Muxtarzadə. Hörmətli qonaqlar, əziz professor müəllim heyəti və əziz gənclər. Hər birinizi salamlayıram və çox uzun çıxış etməyəcəm. Çünki səhərdən biz dinləyirik, bəlkə tələblər yorulublar. Amma həqiqətən çıxışlarımız o qədər maraqlı, o qədər rəngarəngdir ki, əvvəla tədbirin düzənlənməsi üçün, düzənlədikləri üçün hamıya təşəkkür bildirirəm. Yəni, Xatirə xan başda olmaqla, Qaril müəllim, çox sağ olun ki, bizə dəstək verdiniz. Rüstəm müəllim, çox sağ olun və xüsusi təşəkkür bildirmək istəyirəm 4 müəllimlərimizə. Fidan xanım Əlizadə, Rəvanə xanım Məmmədova, Sevda xanım Vəliyova və Haqverdiyeva Leyla xanıma.
musiqinin yazılması, çıxışların hazırlanması, təbii ki, Rüstəm mənim də rolu burada çox böyükdür. Çünki qonağın dəvət olunması, qarşılanması, yəni hər birinizə dərin təşəkkürümüzü bildiririk. Dahi Üzeyir Hacıbəyovdan danışanda çox dərinliklərə varmaq olar. Bu danılmaz bir faktdır. Hər şey addan başlayır. Üzeyir adının mənası güc, qüvvət, yaradan, böyüklük deməkdir. Təbii ki, musiqimizin o daxilində yaradılan böyüklük, güc, qüvvət Üzeyir bəyin burada çox böyük rolu vardır. Mən ikinci məsələ, təbii ki, musiqidən danışdığımız tərəflər, bunlar bir yerə, biz musiqişünas deyilik, biz burada filoloqlar və qismən də digər peşənin sahibləri yığışmışıq deyir. 3 filoloq bir aradırsa, bu müzakirədir. 13 filoloq bir aradadırsa, bu mübahisədir. Amma böyük bir toplum filoloq bir arada olarsa, bu artıq böyük bir ideya ortaya çıxacaq deməkdir. Biz filoloqlarla bayaq siz yəqin fərqində oldunuz ki, filoloqlar əhatəsindəsiniz. Siz bir iqtisadçı olaraq filoloqlar əhatəsindəsiniz. Burada söz müstəvisi genişdir. Çıxışlarımız genişdir, çoxdur. Hələ biz deyəsən müəllimlər ixtisara saldılar ki, çıxışlarını da. Amma Üzeyir Hacıbəyovun əsərlərinə gəlincə, yəni ədəbiyyat tərəfinə baxınca bu ağırlığı biz daha çox hiss edirik. Təbii ki, felyetonlarını, digər yazılarını, mətbu orqanlarında çap olunduğu yazılarını müxtəlif adlarla, məsələn, imzalarında bu imzası vardı, filankəs imzası, Xoca Lələ imzası vardı, 5 imzası, 3 imzası falan. Yəni, mətbu orqanlarına çox dəyər verərək öz imzaları, o imzalar adı altında müxtəlif siyasi, ictimai məzmunlu əsərlərini, felyetonlarını çap etdirmişdir. Elə uzağa getmədən olmasın olsundan danışaq. Nə qədər böyük məna var bu komedik şəkildə olan bir əsərdə və yaxud ər və arvad əsəri var onun, bu olsun, digərləri. Hər bir prizmadan yanaşmaq olar. Əsərlərində bayaq qeyd etdiyim kimi ictimai-siyasi məzmunlar, dövrün tənqidi tərəfləri, daha belə deyək, o eybəcərliklərin əks olunması hər birini satirik formada, satirik janrda əsərlərində qeyd etmişdir. Əsərlər ərsəyə gəlir və çox gözəl bir söz var Dahi Üzeyir bəyin, deyir ki, sözün dəyəri onun deyilməsinə deyil, əsas onun dəyəri yaratdığı mənadır. Təbii ki, söz var dağa qaldırar, söz var dağdan endirər. Və Dahi Üzeyir bəyə Allah onun ruhunu şad eləsin, ona rəhmət olsun. Sözü verək tələbələrimizə, mən çox uzun danışma yendirəm, zamanınızı almaq istəməzdim. Növbəti, belə deyim, tədbirlərlə bir də onu qeyd edeyim ki, biz Üzeyir Hacıbəylinin keçən il idi, səhv etmirəmsə, Rüstəm müəllim elə bir tələbəmizə, magistr tələbəmizə Rüstəm müəllim bir mövzu vermişdi. Üzeyir Hacıbəyovun yaradıcılığı haqqında araşdırma vermişdi. Tələbə çox gözəl öhdəsindən gəldi və ortaya çox yaxşı, maraqlı bir iş alındı çıxdı. Bunu deməkdə məqsədim odur ki, yəni biz bunu tək musiqi tərəfinə kökləməyək, ədəbiyyat tərəfləri də çoxdur. Mütəmadi olaraq tələbələrimizə Üzeyir bəylə və bugün söhbət Üzeyir bəydən gedir deyə bu məsələni qabardırıq. Digər yazıcı ədiblərimizi də, yəni 60-80-lərlə kifayətlənməyək, bu cür yazıcılarımızı, ədiblərimizi də ədəbiyyatımıza gətirməklə, mövzu verməklə gənclərimizi cəlb edək. Bugün, bəlkə də mən inandırım sizi ki, gənclərin arasında çoxsu, yeni nəsil, çox adam bayaq burada oynanılan olunmasın, bolsun səhnəciyini heç o filmə də baxmayıblar, əsərdən xəbərləri də yoxdur. Biz tədris aparan zaman tələbələri sual edirik biz müəllimlər. Nə dərəcədə tanışsınız? Filan köhnə filmə baxmışsınız, Arşın Malalandır, Axırıncı Aşırındır, 7 oğul istərəndir və s. kimi. Baxmışsınız mı bu filmlərə? Heç birinin xəbəri məlumatı yoxdur. Heç olmasa yazılan əsər formasında bunlar tədris edək ki, yeni nəslin, köhnə nəslin yazdığı əsərlərdən və onların aşladığı bu ruhdan xəbərlər olsun. Çox sağ olun diqqətinizə görə. Daha gözəl, daha geniş və gələn tədbirlərdə görüşmək ümidiylə. Sağ olun. Təşəkkür ederim Nurdə xanım. Əziz tədbir iştirakçıları, əziz gənclər, bugün biz dilin və musiqinin vəhdətindən doğan mənəvi bir səfər yaşadıq. Azərbaycan torpağının hər daşında, hər nəfəsində bir ahəng var. O ahəngin ən təmiz sədası isə Araz barıdır. Həm miskil, həm də gürür səsi.
İndi bizə bu səsi musiqi ilə danışdıracaq olan Azərbaycan Milli Konservatoriyasının tələbələrini səhnəyə dəvət edirik. tələbələrimizə öz dərin təşəkkürümüzü bildiririk. Bununla da tədbirimiz yekunlaşdı. Hər birinizə diqqətinizə görə təşəkkür edirik. Sağ olun, salamat qalın.